Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub. Yenavaz.com xəbər verir ki, agentliyin inzibati bina sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderinin qalibi Vəliyeva Validə Rəhim qızı olub. Dost 7800 kvadrat metr ofis sahəsini 28 ay müddətinə icarəyə götürəcək. Azı 85 otaqdan ibarət olan ofisdə istirahət otağı, 2 lift və 6 mətbəx var. Qeyd edək ki, Dost Rəqəmsal İnnovasiyalar Mərkəzi MMC üçün inzibati bina sahəsinin icarəyə götürülməsinə görə Validə Vəliyevaya 5.241.600 manat ödəniləcək. Onu da bildirək ki, Dost ötən ildə Validə Vəliyeva ilə analoji müqavilə imzalayıb. Dost Rəqəmsal İnnovasiyalar Mərkəzi MMC-nin hazırda fəaliyyət göstərdiyi inzibati bina Bakı şəhəri Yasamal rayonu Kazım Kazımzadə küçəsi 560-cı məhəllə 118 ünvanında yerləşir.